insanların kimliyini müəyyən eləməyin güzgüsü əleyhissalamdır. Bunu mən demirəm ha. Bunu din deyir və bunu Peyğəmbər sahabələrindən biri İbn Abbas deyir. Deyir ki, soruşur filan kəs necə adamdır? Deyirlər, deyən görüm Əliyə münasibətində baxa bilərik. Meyar buyur. Deyir, səhabələrin içində pakları biz belə tanıyırdıq. Namazla bilinmir axı. Namaz bir gizlədə bilir adamı. Ramazan ayı gəldi, oruç tutur, bilinmir. Həccə gedir, bilinmir. Bir nöqtə var ki, orada bilinir, orada gizlətmək olmur özü. Biz baxırdıq, göz qoyurduq. Əliyə münasibətindən müəyyənləşdirdik necə adamdır. Biz münafiqləri Əliyə düşmənçiliklə tanıyırdıq. İnsan var ki, meyardır. Ona münasibət zəmanədə yaxşıları pislərdən ayırır. Və Əli əleyhissalam bunun başında deyən ilk şəxsiyyətdir. Özü deyir ki, dünyanın hamısını münafiqə versən məni sevməz. Bu qəlb məsələsidir, qardaş, bu başqa bir şeydir. Və möminin burnunun üstünə qılıncımla vursam, həmişə bunu mən keçmişdə demişəm, alimlər deyir ki, adamın burnunun üstündən vuranda qəzəb gəlir, adam əsəbləşir. Deyir, möminin burnunun üstündən qılıncımla vursam mənə düşmən olmaz. Bu da qəlb məsələsidir. Mən neynəsəm də iman əhli məndən qaçmaz və mən neynəsəm münafiqlər mənə tərəf gəlməz.